Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-nin efirindəsi studiyada Aytaç Ziyəddinovadır. Əvvəlcə xəbər başlıqlarına qısa nəzər salaq. Güney Azərbaycanın Qaraqışlaq gölü quruyur. Trump və Netanyahu Qəzza ilə İranı müzakirə ediblər. İsrailin təhdidi narahat edicidir, Araqçı. İran xaricdəki jurnalistləri oğurlamaq istəyib. Rusiyada şahid dronlarının istehsalı kütləvi şəkildə artırılır. İndi isə daha ətraflı. Professor Hüseyn Məhəmmədzadə Sadiqin sağ qalan oğlu Eldar Məhəmmədzadə Sadiq ədəbiyyat, din, fəlsəfə, ilahiyyat, rabitə, İranşünaslıq, Azərbaycanşünaslıq və dilçilik sahəsində 20 mindən çox kitabın olduğu kolleksiyanı iyan etdiyini açıqlayıb. Eldar Məhəmmədzadə bildirib, 60 ildən çox elmi səylə atam ədəbiyyat, din, ilahiyyat, fəlsəfə, rabitə, Azərbaycanşünaslıq və dilçiliyin müxtəlif sahələrinə aid 20 mindən çox ixtisaslaşdırılmış kitablar toplusu tərtib etmişdir ki, bunların yarısı fars, digər yarısı müxtəlif türk dilləri, ingilis, rus və ərəbcədir. O, bu kitab toplusunun təkcə Azərbaycan üçün yox, bölgədəki bütün tədqiqatçılar üçün böyük önəmə sahib olduğunu vurğulayıb. O, kitabxananın rəqəmsal versiyasının yaradılması ilə bağlı planlarının olduğunu bildirib. Eldar Məhəmmədzadə əlavə edib. Yaxın vaxtlarda direktorlar şurası formalaşdırılaraq və lazımi icazələr alınmaqla bu əsərlərin rəqəmsal versiyasının tədqiqatçıların və maraqlı şəxslərin istifadəsinə verilməsi üçün elektron kitabxana istifadəyə veriləcək. Ərdəbil vilayətinin xalq kitabxanalarının baş direktoru ilə keçirdiyim görüşdə bu kitabxananın Ərdəbil vilayətinə köçürülməsi şərtlərini yazılı şəkildə elan etdim və bu vilayətin mədəniyyət idarələrindən cavab gözləyirəm. Urmiya gölü su hövzəsində olan Binab rayonunun məşhur Qaraqışlaq tamamilə qurumaq təhlükəsi ilə üzləşib. Bu barədə Şərqi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Hüseyn Həsənzadə məlumat verib. Bildirib ki, Qaraqışlağın vəziyyəti ötən illə eyni olsa da uzun müddətli dövrlə müqayisədə göldə ekoloji problem dərinləşib. Həsənzadənin dediyinə görə 40 min hektar sahəsi olan Bataqlıq göl və ətraf bölgələrində 153 quş, 178 müxtəlif heyvan növləri yaşayır. O, Bataqlıq gölün qurumasının davam edəcəyi təqdirdə həmin heyvan növlərinin çoxunun məhv olacağı və bölgənin ekosisteminin dəyişəcəyini bildirib. Qeyd edək ki, Qaraqışlağın əsas su təminatçısı olan Cığatı çaydan Bataqlıq gölə ildə 64 milyon kubmetr su buraxılmalı olsa da illərdir bu mümkün olmayıb. Buna görə də hazırda yalnız 2,5 milyon kubmetr suyu olan Qaraqışlaq tamamilə qurumaq və məhv olmaq təhlükəsi ilə üz-üzədir. İranın şimal-qərbindəki bataqlıqların gəlinə adlandırılan Qaraqışlaq Bataqlıq gölü beynəlxalq qeydiyyatına alınıb. Amerika prezidenti Donald Trump İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Bu barədə İsrailin baş nazirinin ofisi məlumat yayıb. Tərəflər arasında Qəzza zolağında girovların azad edilməsi, Həmasın ləğvi də Trumpın Fələstin anklavının transformasiyası planının irəliləyişi diqqət mərkəzində olub. Liderlər mayın 22-sində Vaşinqtonda İsrail səfirliyinin əməkdaşlarının öldürülməsini də müzakirə ediblər və Donald Trump hadisə ilə bağlı başsağlığı verib. Eyni zamanda Trump İranın nüvə silahı əldə etməməsini təmin etmək zəruriyyəti ilə razılaşıb. İsrail hökumətinin təhdidləri yeni deyil, ancaq bunun Amerika rəsmiləri tərəfindən ifşa edilməsi narahatlıq doğurur. Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçı danışıqların nəticəsiz qalacağı təqdirdə İsrailin İranın nüvə obyektinə mümkün hücumu ilə bağlı xəbərlərə cavab olaraq deyib. O, bunun BMT-nin Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən dərhal və qəti şəkildə pislənməli olduğunu bildirib. Araqçı İsrailin baş naziri Benyamin Netanyahunun öz iradəsini Amerikaya sırmağa çalışdığını iddia edib. Qeyd edək ki, 3 gün əvvəl İran rəhbəri Əli Xameneyi ABŞ ilə danışıqların nəticə verəcəyinə şübhə ilə yanaşdığını və uranın zənginləşdirilməsi barədə şərtləri qəbul etməyəcəklərini deyib. Bundan sonra İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi ehtimalı artıb. Sepahın Təhlükəsizlik və Kəşfiyyat bölməsi xaricdə fəaliyyət göstərən İranlı jurnalistləri oğurlamaq istəyib. Bu barədə Azad Avropa Radiosunun Tehranda həbsdə olan əməkdaşı Rıza Vəlzadə bildirib.
O, həbsxanadan yaydığı səs yazısında deyib ki, Sepah əməkdaşları ondan xaricdəki jurnalistləri aldatma və inandırma yolu ilə İrana gətirməyi tələb ediblər. Vəlizadə bildirib, İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat təşkilatı xaricdəki fars dilli mediadakı həmkarlarımı onların etimadını qazanaraq İrana qayıtmağı inandırmaq üçün mənə əhəmiyyətli məbləğdə pul vəd etmişdilər. Məhbus jurnalist bununla yanaşı deyib ki, Sepah zabitləri ona Sepahın maliyyə dəstəyi ilə xaricdə media orqanı yaratmağı da təklif ediblərmiş. Qeyd edək ki, Radio Farsda 10 il işlədikdən sonra 2023-cü ilin noyabrında bu mediadan istefa verən Rıza Vəlizadə bir müddət xaricdə qaldıqdan sonra ailəsini ziyarət etmək üçün İrana qayıdıb və bu 2024-cü ilin 22 sentyabrında həbs edilib. Amerika prezidenti Donald Trump hesab edir ki, İranla nüvə proqramı ilə bağlı danışıqlar düzgün istiqamətdə gedir. Bunu Ağ Evin mətbuat katibi Caroline Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. O qeyd edib ki, Trump bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb və onlar İsrailin Vaşinqtondakı səfirliyinin 2 əməkdaşının öldürülməsini müzakirə ediblər. Katib Caroline Levitt əlavə edib. Liderlər düzgün istiqamətdə irəliləyən İranla potensial sövdələşmədən də danışıblar. İranla bu razılaşma 2 yolla bitə bilər. Bu çox müsbət diplomatik həllə başa çata bilər və ya İran üçün son dərəcə mənfi vəziyyətə gətirib çıxara bilər. Ona görə də bu danışıqlar bu həftənin sonunda baş tutacaq. Rusiya şahid tipli kamikadze dronlarının istehsalını peşəkar hərbi əsaslara keçirib və bu dronların döyüş başlığının 80 kiloqrama qədər artırıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölməsinin komandiri Denis Yaroslavski bildirib. Komandir Denis Yaroslavski bildirib, döyüş meydanında hələ bu tip dronlara rast gəlməmişəm, amma yaxın zamanda görünəcəkləri şübhəsizdir. Əvvəllər ölkə boyu gün ərzində 50-100 dron istifadə olunurdusa, bu sürətlə gündə 500 və ya daha artıq dronun istifadəsi mümkündür. Çünki istehsal çox ciddi səviyyəyə qaldırılıb. Yaroslavski həmçinin Ukrayna və Rusiyanın PO istehsalını müqayisə edərək bildirib. Həm biz, həm də düşmən müxtəlif tipli dronlardan istifadə edir. Bu baxımdan vəziyyət bərabərdir, amma Rusiya bu sahəni peşəkar hərbi istehsala çevirib. Onlar böyük maliyyə dəstəyi alır. Bizdə isə hələ bir çox istehsalçılar zirzəmilərdə dron yığır. Rusiya isə bunu iri müəssisələrdə həyata keçirir. Mütəxəssislər bu tendensiyanın Ukraynanın hava hücumundan müdafiə imkanlarına ciddi təzyiq yaradacağını qeyd edirlər. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.